Здравствуйте, дорогие зрители канала CBC и радиослушатели канала CBC FM. В эфире передача «Женский фактор» и я, ведущая Лейла Сейдзаде. Постепенно мы подбираемся к периоду отпусков. Люди планируют каникулы, кто где будет отдыхать, сколько времени нужно будет для того, чтобы прийти в себя перед осенью. Но есть те, кому отдых не показан, есть те, кого не радует большое количество выходных дней, как правило. Эти люди – предприниматели. Потому что для предпринимателей нет выходного дня. Я здесь вижу краем глаза, что моя гостья улыбается и кивает, потому что это так и есть. Если ты предприниматель, есть очень красивая история о том, что ты работаешь на себя, сама себе хозяйка, можешь делать все, что когда захочешь, но с одним условием. Ты работаешь, в общем-то, 24 часа, 7 дней в неделю, а когда отдыхаешь, это мы выясним сейчас у Сакины Ханум Бабаевой. Сакина Ханум является сама предпринимательницей с огромнейшим стажем, которая видела все этапы предпринимательства у нас в стране, а также она является руководителем Ассоциации по развитию женского предпринимательства в Азербайджане. Сакина Ханум, здравствуйте, добро пожаловать к нам на передачу. Спасибо, Лейла Ханум, я очень рада и с удовольствием приняла это приглашение. Спасибо за приглашение. Сакина Ханум, я увидела, как вы соглашались, улыбались, соглашались со мной, когда я говорила о том, что у предпринимателей нет ни дня, ни ночи, да, никакого покоя. Скажите, пожалуйста, с учетом того, что я думаю, что вы со мной согласны, как так получилось, что вы сами стали предпринимателем и вышли в этот сложный путь, в общем-то, в тот период, когда в стране достаточно был такой, ну, скажем, непонятный, да, период, непонятная обстановка. Leyla xanım, çox təşəkkür edirəm. Mənə də çox xoşdur. Sizin çox sevə-sevə qəbul etdim bu dəvətinizi və bu günləri verdiyiniz suala cavab olaraq ölkədə bilirik ki, hansı ki sahibkarlıq instrumenti 1991-ci illərdən başlayaraq Azərbaycanda inkişaf etməyə başladı. Əvvəlcə bizdə özəl və ya dövlət var idi və bunlar özəlləşməyə keçdiyi zaman birinci proqramda hər bir kəsənin düşüncəsində sahibkar olmaq nədir deyə bir fikir yox idi. Lakin biz 1991-93-cü illərdə çox ağır bir dönəmlər yaşadıq. Mən ailəmlə bərabər Moskvaya gitməli oldum, Birleşik Krallıq Sviyazda işləməli oldum və bu zaman iki müqəddəs andımız var idi. Birincisi Azərbaycanda Yeni Azərbaycan Partiyası qurulurdu və bu partiyanın sıralarında olmaq həm bizim üçün ağır bir təhlükə idi, eyni zamanda da quruculuqda iştirak etmək bizim müqəddəs borcumuzdur. Həm mən, həm də ailəm iştirak etdiyimizə görə bəzi bozqurtçular, digərlər tərəfindən mütləq bizə bir təhlükələr yaradırdılar. Və mən də geniş, böyük bir fabrikanın rəhbəri idim, rəhbər vəzifəsində idim. Demək olar ki, həm revizionlu qrupa, eyni zamanda da maliyyə təftiş mənim üçün çox çətin olsa da, gənc yaşlarımda bunu üzərinə götürmüşdüm. Ondan öncə mən Xalq Üçün Mallar konsernində çalışdığım üçün bu mənim üçün çox maraqlı idi. Lakin eyni zamanda da başımıza gələnlər, əlimdə olan bir peçat, hansı ki bu peçat mənim əlimdə qalıb, amma bunu nə ata bilmirəm, qorxuram, çoxlu imущество var ki, bu imущество'nı nə edəcəm deyə sualları və atam da hər dəfə məni qorxudur və deyir ki, bax ha, 88 prim bir maddəsi sənin boynundadır. Qızım, bunu yaxşı-yaxşı düşün. O zamanlarda hüquqda bilirsiniz, dövlət əmlakına toxunmaq, dövlət əmlakını qarət etmək çox ağır bir, belə deyim ki, narahatçılıq idi. Və hər dəfə mən əmlak komitəsinə get, gəl, həm Moskvada yaşayıram, həm bura gəlirəm və onlara təklif edirəm ki, necə edək ki, bu əmlak
tərkibdən çıxsın. Amma olmadı. Sonunda mən baxdım ki, 97-ci illər Moskvada Vnesh Ekonomsvязda çalışdım. İlk 470 min dollar pul əldə etdik ailəmlə bərabər və ancaq bunun üçün çalışdıq ki, necə eləyək ki, ilkin özəlləşmə proqramında heç kəs bunu götürmürsə, mən bunu özəlləşdirməkdə bir maraq oyandı. Və ikinci bir məsələ də var idi. Əlbəttə ki, bizim qadınlarımız tekstil sahəsində daha çox işləyirdilər, çalışırdılar zamanında. Əl əməyi ilə deyil, avtomatlaşma sahəsinə yeni-yeni keçid edirdik. Amma qadınlar burada daha çox toxuculuq, eyni zamanda bilirsiniz ki, Azərxalça var idi o zaman, trikotaj fabrikləri, tekstil fabrikləri, Mingəçevir var idi və mən bunların içində böyümüşdüm. Çünki 12 yaşımdan hər dəfə VDNX-da sərgilərdə atamla bərabər, nazirliklə bərabər gedib gəldiyim zaman və bunun dağıldığını görmək mənə çox ağır gəlirdi. Və bir də qadınlarımız, ilk öncə atam, mən, həyat yoldaşım dəstək verdik bir-birimizə. Tikinti sektorunda çalışdıq. Biraz oradan, biraz Moskvada qazandıqlarım və ilk öncə 471 min dollara birinci proqramda 1997-ci ildə həmin Bakı tekstil trikotaj fabrikinin bir hissəsini özəlləşdirməyə nail oldum və bu yük üzərimdə çox ağır bir yük idi. İlk heç kim yox, inanın ki, yerdə çox böyük bir 10 il boyunca çirkablar var, bunu təmizləmək çox ağır bir şeydir. 2 övladım var idi amma mən də əlbəttə ki, məsuliyyətdən çox narahatçılıq məni bu sahədə qalmağa, bir sahəni yox, 12 elmi öyrənməyə məcbur oldum, özümü məcbur etdim, həm daxilən, həm beynən, çünki insanları idarə eləyəcəkdim. Birinci idarəçilik yox, işin texniki tərəfini öyrənməli oldum. Kimya mühəndisliyinə qədər getdim. Çünki tekstil sahəsi demək, özünüz bilirsiniz ki, insanların bədəninə təmas etmək, onların fiziki ruhuna təsir etmək kimi bir incəsənəti bilmək və mədəni incəsənəti bilmək. Çünki hər bir xalqın özünün mənsubiyyəti var. Bizdə də həm dizayn qrupları olduğuna görə, kimya sənayesi olduğuna görə bütün bunların hamısını toplamaq üçün mənə ən aşağısı 3 il zaman lazım oldu. Və beləliklə böyük bir fabrikanın bir hissəsini özəlləşdirərək ilkin olaraq 25 nəfər kiçik işçiləri toparladıqdan sonra isə tekstil bu sahəni genişləndirməyə və ən çox da məni narahat edən qadınlarımızın işsiz olması idi. Onların həqiqətən də 1997-ci ilə qədər həmin bu fabrikalarda çalışıb, sonra ayrılmaları və bunları necə toparlamaq fikri məni heç rahat buraxmırdı. Ona görə də yatırımlarımı tekstil sahəsinə etməyi qərarlı oldum, belə deyək. Сакина Хам, я слушаю вас, и мне кажется это все таким сложным, страшным, потому что в 90-е годы мы все знаем, насколько все это было непонятно, и то, что говорил ваш отец. И вот сейчас хотела бы вернуться к отцу, вы отметили супруга отца, то есть я так понимаю, что все-таки была поддержка. Да, потому что очень часто, почему я хочу на этом остановиться, потому что очень часто люди слушают какие-то истории успеха и думают, что вот я могу так же, да, но нужно обязательно всегда понимать, что и кто стоит за историей успеха, и кто являлся поддерживающим фактором. А может быть, наоборот, кто-то не поддерживал, и вы преодолевали эти сложности. Как это было в вашем случае? Bilirsiniz, hər bir işin mütləq bir kökü olmalıdır. Bu kök olmazsa və bir arxada özünün qurduğun prinsip, plan olmazsa, bu bir anda yox, müəyyən müddətdən sonra bilirsiniz ki, dağılır. Məndə biraz fərqlidir. Mənim 2 xoşbəxtçiliyim var idi. Birincisi, mənim atamın mənə daha çox güvənməyi, çünki anasının adısı idi. Müharibə zamanlarında anasını itirdiyinə görə mənə verdiyi Səkinə adı və sonra da mən onu Qurani Kərimdə yeganə qadın adına olan bir dua, Səkinə duasının olması və bunu mənə öyrədəndən sonra sanki boynumda gəzdirdiyim bir yük idi ki, bu çox yüksək bir addır da, Səkinə adı və hər zaman bu bir hansısa güc verməlidir, başqalarına da dəstək olmalısan. Bu məsələdə mənim
ilk dəstəkçim atam olub. Çünki mən Allah ruhu şad eləsin, hər zaman öyrətdikləri var idi və onlar mənim heç yadımdan çıxmaz. Hər zaman deyərdi ki, göz gördüyündən göz kirəsi istəyər. Mütləq bunu unutmayın. Bu o deməkdir ki, qazandıqlarımı bölməyi bacar. Və bunu dəfələrlə bizim yadımıza salırdı. Lakin mən uşaq yaşlarında mənim atam ticarətdə işləyib, böyük bir bilirsiniz o zaman Raypo var idi, Qarpo var idi və bu təsərrüfatların birinin idarəçisi olub. Mən müxtəlif rayonlarda da böyümüşəm, hansıca ki 4-5 rayonda və bu mənim hər zaman yaddaşımda bir həkk olmuşdu ki, ilk prinsiplər söz qaytarmaqla deyil, acı danışmaqla deyil. Hər zaman hər bir şeyi diqqətlə izləyib, ondan sonra beynin yaddaşına yazmaqla başlayar. Və bizə bunu öyrətdikləri üçün mən ölənlərimizə Allah rəhmət eləsin deyirəm. Çünki bizim yaddaşlarımıza yazılan, uşaq zamanından yazılanlar hər zaman bizi gələcəyə hansı ki yetişdirən bir vasitədir. Biz bunu hiss etmirik. Və beləliklə atamdan gələn hansı ki universitet illərində, o illərdə çox çətin illərdir. Biz 3 bacıyıq, hər üçümüz elmlər doktoruyuq, bu arada bunu da deyim. Ona görə də mənim atam hər zaman elmin tərəfdarı idi. Anam isə ərə getməyin tərəfdarı idi. Əlbəttə ki, hər zaman bu bütün müsəlman ailələrində olan kimi, 18 yaşı olan kimi mütləq ərə vermək. Ancaq bizim ailədə belə olmadı. Mənim atam hər zaman qızlarını oxutmağın tərəfdarı oldu. Buna görə də mən çox sevincliyəm və dəstək oldu. İlk 1-ci, 4-cü il təhsilimi, 4 il təhsilimi mənim unutmuram. Rus sektorunda aldıq. Tosya müəllimə var idi. Çox gözəl bir müəlliməmiz var idi. Ondan gördüklərimiz və hər dəfə də onun etdikləri, atama gəlib danışanda atam deyirdi ki, bax görürsən o nə qədər güclü olub ki, Rusiyadan öz sevdiyi oğlandan gəlib bizim Zəngilan rayonunda Rus dili dərsi deyir. Bunu yadında saxla. Və bütün bunların hamısı insanın uşaqlığından gələn bir şeylər səni püxtələşdirir. Bəzən qorxmazlığa, bəzən qeyrətə, bəzən prinsipə səslədiyi üçün sonunda bir genetik olsa da özünün də formalaşdığın bir yol olur. Düşünürəm, məndə oradan formalaşan yolu ailə qurduqdan sonra isə, bax elə söylədiyim hansı ki, bizim ailənin də özünün bir tarixi var, çox böyük bir tarix. Əhmədlidə, Kinoteatr Bakıda ilkin olaraq Yeni Azərbaycan Partiyasının özəlinin qorunması və mənim həyat yoldaşımın bu proseslərdə olması istər-istəməz bizim ailəyə toxundu və biz istər-istəməz daha çox girmitikləşdik belə ailə təsərrüfatını ikimiz bərabər həm Moskvada, həm Bakıda, həm kino sənətinin, Azərbaycan kino sənətinin inkişafında ilk Gəncə kiçik müəssisəsini quran həyat yoldaşım oldu. Mən ona dəstək olmalıydım, xarici səfərlərdə müşayiət eləməliydim, o mənə dəstək olmağı və Moskvada Vnesh Ekonomi Svyazda ilk olaraq bilirsiniz ki, bizim çox gözəl bir Şimit zavod var idi. Onun Preventer deyən çox böyük hissələr var idi ki, bu baltalar deyilir, bilirsiniz. Hansı ki, neft abrabatı zavodlarda və ya buryalarda istifadə olunur. Onların satışı ilə məşğul olmağım, o kontraktları bağlamağım və istər-istəməz mənim həyat yolumda o cığırları genişləndirirdi. Və beləliklə yoldaşımın da mənə dəstək, ailəsinin mənə dəstək olması, ən çox da burada qaynatamın rolunu görürəm, sağ olsun. Hər dəfə dəstəkləyirdi ki, yox, bu atasının evində belə böyüyüb. Hətta bir ara qərar verdik ki, o da mənim sabah gətirib axşam aparsın və hər dəfə, amma mən işimdən qalmayayım. Siz bayaq verdiyiniz suala cavab olaraq mən demək istəyirəm ki, ilk öncə adamın qurduğu cığırda doğru ol, doğru danış. Hər zaman mən qızlarımıza bunu məsləhət görürəm ki, sən ailəndən çox şeyi gizlətdiyin zaman, ətrafındakı qız padruqalarıyla bölüşdüyün zaman, o gətirir hüsumətə çıxardır. Amma ailənlə bölüşdüyün zaman, doğru dediyin zaman qardaşıva, yoldaşıva, doğru dediyin zaman onlar səndən qısqanmırlar heç vaxt. Bizdə hər şey qısqanclıq gətirir sonu. Qadının qısqanclığı, ailə qısqanclığı. İnanın Allaha, mən bütün ömrümü bu araşdırmalara verdiyim anda görürəm ki, ancaq və ancaq bilirsən, bəzən birinin daha başqa dildə danışmağı və ya
qurduğu çox gözəl danışıqlar belə başqası tərəfindən qısqanclıq və istər-istəməz çox pis bir hallara gətirir, çıxardır. Ona görə də mən hər zaman istədim ki, bunlardan kənar olum, ailəmlə bölüşüm, onlara bunu deyim və mən gəlib atama deyəndə ki, və ailəmlə bölüşəndə ki, 25 nəfər qadın var, bunlarla işləmək istəyirəm. Ən çox da burada, məsələn də ailəm, yeni ailə həyatı qurmuşdum və hər zaman bir şeylər olanda çox yorulurdum o suallara cavab. Hara getdin, kimdən getdin, nə bilim. Əşi dedim, ən yaxşısı elə qadın kollektividir ki, mən bunu qadın kollektivini həm quracağım, həm onların, həm özümün hansısa bir çox suallardan kənarda saxlayacağım. Секина Хам, и сейчас мы дойдем до этого вопроса, потому что вы сейчас, когда отвечали на мой предыдущий вопрос, как раз он у меня появился в голове, потому что я так понимаю, что вы та женщина, которой очень повезло в том, что ее поддерживали мужчины. И это самый здравый, да, скажем, подход, потому что идеально, когда в обществе все друг друга поддерживают, тогда оно развивается. В семье идеально, когда и муж, и жена друг друга поддерживают, тогда она счастливая семья. И это очень приятно слушать. И мне кажется, это прекрасная история и для тех, кто нас смотрит, и более молодого поколения, да, как бы сделать определенные выводы, наверное, можно будет. Я хотела бы дальше перейти. К сожалению, я вам честно скажу, вот даже здесь на передаче вы сказали о том, что вы давно исследуете эти темы. Я тоже их исследую, потому что очень много женщин приходит на передачи в течение 3 лет, и также я по-другому связана с вопросами, да, женскими. И я замечаю, что очень часто, к сожалению, мы встречаемся с внутренней мизогинией, да, то есть когда, наоборот, женщины не то что друг друга не поддерживают, а топят друг друга, да, давят друг друга и так далее. И это другая проблема, вы тоже знаете ее прекрасно. И здесь я очень часто также замечаю, что женщин, которых поддерживают мужчины, в вашем случае это ваш отец, супруг, свекор, они как-то не обращают внимания, на самом деле, на других женщин, потому что как бы в их мире их поддержали мужчины, у них все хорошо, они идут вперед. Как так получилось, что вы обратили внимание на женщин, которым нужна поддержка? И как вы поняли, что вот вы в состоянии, в позиции поддержать других женщин? Birincisi, mən Xalq Uçurmalar konsernində uzun müddət çalışmışdım gəncliyimdə. O yoldaşım, həyat yoldaşım da orada çalışmışdı. İkinci məqam var idi ki, ikinci məqam isə hər zaman, bilirsiniz, yenə deyirəm, bəzən mühit də insanı çox puxtələşdirir. Ona bir brief verir düşünməyi üçün. Mənim də daha çox tarixçəm bununla bağlı oldu. Bir tərəfdən qadınların üzərinə, bilirsiniz, o zaman daha çox işsizlik idi, daha çox insanlar bir çarə axtarırdılar və Dubaya, Türkiyəyə gedən qadınlarımızın haqqında çoxlu şəkildə qulağımın dibində danışılan çox yararsız bir məsələlər var idi və bu məni həqiqətən daxildən ikraha gətirirdi, incidirdi məni və hər zaman mənim yanımda o cür danışan, əks cins olsun və ya digər dövlət rəsmisi olsun, bir səs gəlirdi və bunu dilimə gətirirdim. Onda yaxşı iş yerləri açın, qoyun işləsinlər. Əvvəllər zavod var idi, fabrik var idi. Qadın işləyirdi, uşağında bağçaya qoyurdu və ya общежитиyalar var idi. Orada yeni ailələr işləməyə başlayırdı və orada qalırdı. O zaman biz deməyək ki, kimsə günahkardır, biz nə də günahkarıq. Və hər zaman bir ömrümdə mən kimisə öz həyatımda, ətrafımda olanı, kimisə özümə günahkar və ya kimisə özümə bir, necə deyim axı, bir mənim yolumda əngəl görmədim. Hər zaman günahı özümdə axtardım. Bəlkə bilmirəm, bu yaxşı halda, pis halda, amma bu belə oldu. Və ancaq ətrafımdakilara gülə-gülə, xahiş eləyə-eləyə, gəlin iş yerləri açaq, gəlin iş yerləri açaq. O Nəsibə xanımın bir sözü var, bir gözəl, bilirsiniz ki, tiyatro var. Orada belə qoy mən olmalıma dərən. Və dedim, ilk özümdən başlayayım, qoy mən başlayayım. Və beləliklə bu ağır yükün altına girdim. Və qarşı qadınlara olan hansı ki, o bəzən görürdünüz, 91-ci ildə bilirsiniz ki, laykalamalar çox dəbdə idi, çox parlaq sapaşqilər dəbdə idi. Mən onları hər dəfə görəndə özümdə çox
geyməyi çox sevdiyim üçün də onları gördükcə çox pis olurdum və gözümün önünə ancaq bir şey gəlirdi. Yəqin ki, vaxtı ilə çox varlı olub da, indi isə ehtiyacı var pula və tapa bilmir. İnanın Allaha bax, onları özüm üçün beynimdə yazırdım, senarilər qururdum. Necə etmək və ətrafımda olanların və qaçqın, köçkün zamanı idi. Həm Ermənistandan, həm regionlardan qaçıb gələnlər. Bunların hamısı mənim gördüyüm çox varlı, ya imkanlı, yaşamış bir insanlar idi, kütlə idi. Amma bu günləri işə möhtac idi. Və beləliklə ilk açdığım iş yerində mənə bu dəstəklər, ətraf dəstəklər, həm qarşı atam olsun, yaxınlarım olsun. Əlbəttə ki, o zaman mənim böyük bir qadın kütləm yox idi. Qadın kütləni mən sonradan qazandım. Dostları da sonradan qazandım və 91-ci illərdə keçmişdən olan hansı ki, Texnologiya İnstitutunda oxuyan qadınlarla bir qurduğum çəmbər sonradan bu işin inkişafına gətirdi. Və beləliklə siz qadınlara dəstək dediyiniz zaman, məkan, şərait məni gətirdi və hansı ki, ixtisaslaşmış bir müəssisənin, belə yuvarlaqlaşdırıq, bir müəssisənin hansı ki, mühürü ki, o mühür məndə idi və mən bunu ya verməli idim, ailədə hamı məndən verdi, rahatdır və ya hamı mənə dəstək olmalı idi. Əgər məsələndə belə bir məsələ də var idi ki, mən bunu kənara qoysam, əlimi üstündən çəksəm bu fabrikanın, təsəvvürün 3000 nəfər işləmiş bir fabrikanın əmlakını düşünün. Orada olan köhnəlsə də elə 30-a yaxın KAMAZ avadanlıqlar var idi. Bir də burada bir amil var idi ki, 2 maşın həmin zamanda Qazaxstana yük aparmışdı, biri oğurlanmışdı. Prokuratura, açılan iş filan. Əlbəttə ki, mən ailəmlə tək başına qoymazdılar və o maşınların itməsi mənim həyatımda ailəmin mənim işimə müdaxilə olunması kimi dəyərləndirə bilərəm və mən bəziləri özlərini öyməyə başlayır. Mən belə yaratdım, mən belə qurdum, mənlərdən çox uzaq olan bir senari qurdum ki, bunlardan sonraki mənəmlik ancaq və ancaq tək bir mişədə yaşayana aid olmalıdır. Əgər bir cəmiyyət varsa, sən cəmiyyətin parçasısan, ailə varsa, ailənin parçasısan, sənə verilən isə o ailədən gələn hər hansı bir dardır. Bu günləri mənim üzərimdə deyək ki, mənim ailəmin hansısa bir zinası yerləşirsə, mən düşünürəm ki, bu mənim ailəmlə, atamla, bir digər ailədən gələn bir zinadır. Mən bunu, bu cığırı mən irəli aparmaq və o mənim üçün çox ağırdır desəm, bu Allaha da ağır gedər. Çünki hərdən deyirlər ki, ağırdır. Deyirəm, mən atama çox təşəkkür edirəm, ailəmə çox təşəkkür edirəm. Amma 27 yaşında 240 qadına rəhbərlik edərək düşünürəm ki, mən özümə aid çoxları mənə həsəd apara bilər, neyniyə bilər. Amma bunu da düşünsünlər ki, mən elə gün olmayıb ki, cəmiyyət üçün yaşamayın. Bu 200 qadının nə yeyəcək, nə içəcək, aylıq əmək haqqısı, sosial müdafiə, fövqəladə gəldi, texniki bezapasınız necə oldu, disiplin şərtləri necədir, HR'ım yoxdur, onun əvəz edeyim. Bütün bunların hamısında bəzən deyirəm ki, düş çiyinlərimlə artıq mən yoruldum. Sonra baxıram, hər hansı bir yükümlülüklərim var. Sağ çiynimdə oturub deyir, niyə düşürəm ki, mən burada çox rahatam. Sonra soldan deyirəm, düş, deyir ki, yox, mən düşmürəm. Mən çox rahatam, bura mənim üçün çox rahatdır və sən bunu çəkməlisən. Əlbəttə ki, sağ olsun gənclər, övladlarım, artıq mən onların hər birisi ilə elə bir körpüləri qururam ki, bu işin dayanıqlığı, davamlığı olsun. Necə ki, mənə əl uzadıblar, mən də bunu bacarmalıyam və cəmiyyət bizim üçün bir bəzən də mənə elə gəlir ki, cəmiyyət bizim üçün hər gün açılan qıfılların yeni açarlarıdır. Сакина Ханым, очень интересный у нас получился экскурс в 90-е. И я очень рада, что наша беседа на самом деле вот получила такой поворот, потому что очень важно понимать истоки, причины, что стоит за каким-то процессом, за тем или иным человеком. Потому что вот вы сказали о том, что я
всегда говорю, что у меня была поддержка. И я считаю, что это очень здраво признавать, что у меня была поддержка. Это полезно для тех, кто берет пример. Потому что очень часто люди, ну не все так откровенны. Люди говорят, я сделала то, я сделала это. Но за этим, за кулисами, так сказать, остается история о том, кто смотрел за детьми, кто помог, не знаю, в тот момент, когда пришли какие-то государственные органы, кто что сделал еще. Да, может быть, есть люди, которые однозначно там где-то что-то делали сами, горели, так сказать, синим пламенем, но есть и такие истории, и они тоже, они, во-первых, заслуживают большого уважения, потому что здесь усилия не одного человека, здесь усилия всей целой семьи, и обещание быть вместе, мне кажется, иногда это гораздо сложнее, чем одному человеку, когда за тобой стоят многие, и ты ответственен за этих людей, потому что они потратили уже на тебя время, а ты должна теперь себя реализовать для того, чтобы они тоже были рады. Я просто заостряю внимание на этой теме, потому что редко получается как бы вот побеседовать именно в таком ключе. И все-таки оставаясь еще в 90-х, потому что это интересное время, о нем редко получается поговорить, хотелось бы узнать, были ли в тот период с вами тоже другие предпринимательницы, и как в целом удавалось делать бизнес? И можете ли вы сказать, что многие дошли с того момента с вами рядом до сегодняшнего дня, и вот как tот период бизнеса отличался от сегодняшних дней? Leyla xanım, bu verdiyiniz sual çox yerinə düşdü. Çünki bu günləri hər kəsən kiçik, bəzən görürsən ki, mikrodur, amma özünü sahibkar sayır. Bu doğru addımlar deyil, biz dəfələrlə demişik. Çünki bu günləri dövlətdə o qədər dəstəklər var ki, onlar daha öndə olmalıdırlar, daha böyüməlidirlər, daha gözəl məhsullar satmalıdırlar. Amma 90-cı illərdə müəssisələr hansı ki, tamamilə dağılmışdı. Bir tərəfdən müharibə, bir tərəfdən dağılan müəssisələr. Biz bunlarda cəmi cümlətanı, mən zallara girəndə çox utanırdım. Moskvada olduğum zaman, məsələn də Vnesh Ekonom Svяз'da işləyirdim. Primakovun dövründə bilirsiniz ki, uzun zaman o Ticarət Palatasının sədri oldu. İlk qurulan əlaqələr də o zaman başladı. Mən Azərbaycan-Rusiya əlaqələrində sədr müavini oldum 12 il. Və o zaman İnanın Allaha ki, biz içəriyə girdiyimiz zaman bir 50 kişi olurdu və 1-2 qadın var idi. Və mən hər dəfə özümə bir də bu qadın sahibkarlığın inkişafına verdiyim fədakarlıq da bir də oradan gəldi. Yəni özüm gedirdim, birinci sırada otururdum, söz almaq istəmirdim, utanırdım, amma mən danışmalıydım. 50 kişi hərə qışqırır, öz problemini danışır. Kimisə susturmağa çalışırsan, kimisə xahiş edirsən ki, siz Allah biraz sakit olaq. Bu çünki məcbur uydular. Özəlləşmə proqramındakı problemlər, yeni müəssisələrin qurulması, standartların olmaması və bu günləri biz bu cür yaradılan şəraitdə əlbət ki, ölkə prezidenti, onun ətrafında olan iqtisadi komanda, mən həmişə siyasi iqtisadı bir kənarda tutub, iqtisadi bariyerləri aşaraq nə etmişə hər zaman varam və bu çox maraqlı bir suallardır və gənclərə bunu çatdırmalıyıq. O zaman mənim 27 yaşlarından daha ki gəlib 50-lərə çıxıncaya qədər çox ağır bir zamanlar olmuşdu. Və bu məsələlərdə ətrafdakı sahibkarlardan Sumqayıtda olan hansı ki bugünə gəlib çıxan 7 müəssisə var ki, onun ətrafında bu plastik zavodudur, eyni zamanda hal-hazırda bilirsiniz polimer zavodudur və onun ətrafında olan bir çox zavodlardır və bizim tekstildir, avadanlıqların hansı ki istehsalı sahəsində olan fədakar insanlardır ki, məncə onlara həqiqətən də sizin kimi hər zaman diqqət ayırmalıdırlar. Nə üçün? Çünki o ənənələr məhz qaldı. Kənd təsərrüfatının bəzi sahələrində olan tərəfdaşlarımızdır. Tacirə xanım var idi, xanım indi də davam edir. Rübabə xanım var, davam edir. Çox amma çətinliklər var idi. Çox çətinliklər də var həyatlarına indi də. Amma o zamanlardan olan müəssisə rəhbərlərinə sizin vasitəsinizlə də mən də çox təşəkkürümü bildirirəm ki, bəziləri evlərin satsa da, bəziləri çox böyük xaricə gedib pul qazanıb gətirib o müəssisələri saxlamaqla bərabər bizim kadr potensialımızı saxladılar.
Çünki indi bu yaranan cırtdanlar da olsa və ya yeni, hətta mismar zavodlarının asnovasını saxlayan bu günləri həmin o zavodlardır ki, görürsünüz bizdə var. Məsələn, bizdə şin zavodu var idi. Ona böyük əmək sərf olundu, amma o qalmadı. Görürsünüz, indi də biz bütün maşınların, şinlərin yenə hələ xaricdən alırıq. Amma tekstil olsun, məsələn də sukar polimer olsun filan, oradakı o insanlar doğrudan fədakar oldu ki, bu günləri biz onun bəhrəsini yeyə bilirik. Çünki kadr əsas iş yerin var demək, o demək deyil sənin iş yerin var. Sənin kadrın varsa, sənin iş yerin var. Bunu belə dəyərləndirmək lazımdır. Yoxsa mənim bu boyda zavodum var, mənim buyum var, oyun var. Bunların kadrı yoxdursa nə edəcəyik? Və ya avadanlıq orada baxıb sənə baxacaq, sən ağlayasın. Avadanlıq da bir canlıdır belə göstərəndə. Çünki biz hər zaman bunu öyrətdilər bizə. Mənim Mari Georgievna var idi. 91-ci ildə mən gələndə mənə ilk öyrətdiyi Alman idi. Vaxtı ilə Azərbaycanda. Oğlu rəhmətə getmişdi. Bu bilirsiniz ki, Naftalan o zaman qurub 39-cu ildə, 40-cı ildə isə Sovetlərə qarşı əri ilə oğlu vuruşmuşdu. Özü isə bizim Xalq Üçün Mallar konserində baş mühasib idi. Və mənə dediyi bir kəlmə, gözəl bir sözü idi. Sən hüquqi mühasibatla bərabər yarıtmırsansa, o zaman heç işləmə. Sözün kökünə baxın. Amma mən onların hamısını yazıb saxlamışam. Həyatımda o adam mənə çox şeylər verdiyi üçün mən onun çox axtardım, qohumlarını tapım. Amma tapa bilmədim. Amma rəhmətə gedəndə 98-ci ildə bir Oktay var idi. İkimiz onu bastırdıq. Onu Allah yerin cənnət məkan eləsin. Hər ildə bir dəfə mən Alman kisəsinə gedib ona yandırdığım bir şam olur. Başqa bir şey deyil. Şükran dualarımızı itirməyəndə Allah da həmişə bizə yardımcı olur və biz böyüyürük, genişlənirik. Bu günləri yüzlərlə elə insanlar var ki, bizim kimi mən nə üçün dedim, mütəxəssis yanaşmasından gedirsə, biz müəssisədən söhbət etməməliyik. Birinci, mütəxəssis, onu yetişdirən, ona verilən zəhmət, bunlar göz önünə gəlməlidir. Çünki mentor olmasa sən böyümürsən. Sən elə orada da qalırsan, dəbələnirsən, bir də ora gəlirsən. Amma sənin qarşındakı adam nə qədər güclü olursa, səni səsləyirsə və sən ora qarşı istər-istəməz bir ana uşağın böyütdüyü kimi ki, necə böyüdür? Bax, sən bunu etməməlisən, ya bunu etməlisən, ya buna getməlisən, ya bunu etməlisən. Və bizdə də elə bir situasiyalar olanda mən həmişə sevinirəm ki, kimlərsə kimsə öyrədib və buna arxa çıxıb. Və ona görə də mən hər zaman deyirəm ki, o illərdə o 50-60 nəfər var idi. Məsələn də sıralarda Tovuzdan tutmuş bir müəssisə var idi. Digər regionlarda 2 müəssisə var idi və o müəssisələrdə saxlanılan hansı ki o kadr potensialı bu günləri Şəmkirdə, Tovuzda, Gəncədə çoxlu kənd təsərrüfatı müəssisələrinin yetişdirilməsinə verilən ideya var idi ki, o 96-97-də 2016-da 15-də üz gördü, hansı ki günəş üzü gördü ki, texnopark yaradıldı ilk olaraq Şəmkirdə. Meyvə tərəvəzlərin təmizlənməsi, kaliberləşməsi, Moskvaya getməsi və bunların hamısı necə ki Heydər Əliyevin zamanında neft səltənətimiz var deyə bir dəfə Amerikaya getməklə çoxlu aldıqları hansı ki təpkilər oldu. Bax, inanın o insanlar da o təpkiləri aldılar. Amma bu günləri biz çox xoşbəxtik. Niyə? Heydər Əliyev siyasəti var idi. Buradan Vəfa Quluzadənin verdiyi çox gözəl bildiriş mesajlar var idi ki, bəli, bizim ölkəmizdə neft var. Digər tərəfdən isə Xoşbəxt müəllimin göstərdiyi o gözəl arxa cəhbə var idi, arxa bağça var idi ki, orada gözəl planlar qurulurdu və bu günləri biz neft səltənətində hansı ki vaxtında bizə verilən ki, gəldilər, sərvətimizi apardılar. Bu ənənə idi ki, biz onu gördük, BP kimi digər müəssisələr gəldi və biz bu günləri onların səhmlərini satın alırıq. Eləcə də digər sahələrimizdə bizim qoyduğumuz kiçik hansı ki, o yatırımlar yenə deyirəm, evin satan, elə insanlar tanıyırdım ki, o zaman 5-ə yaxın evi var idi.
baba mülkünü satdı, amma fabrikaların qoymadı əldən getsin. Və o insanlar bir tarixdir, düşünürəm siz bunları izləyirsiniz. Bu dediklərimi lazım olarsa mən də kömək edeyim. Bir tarixi Azərbaycanın o 91-lərdən gördüm ki, bizim bu günümüz sizin qadın siyasətində çox böyük yeriniz var. Bunu izləyirsiniz. Heç bizim indiki qadın siyasətimizə toxunmadıq. Qadın o ənənələri bugünə daşıdı. Да, мы поговорили о традициях, которые были заложены. И мне кажется, об этом тоже нужно говорить. Да. Важно говорить, потому что вопрос в том, что откуда корни. Да? Да. Где начало каким-то процессом? Потому что очень часто молодежи это непонятно, и поэтому, может быть, иногда делаются какие-то неправильные выводы, неправильные шаги. К сожалению, завершая нашу передачу, я хочу последний вопрос вам задать. Очень было интересно беседовать через личный опыт, и поэтому я вопрос тоже хочу задать как раз через личный опыт. Каковы будут советы Сакины Ханум женщинам, которые хотят добиться результатов? Я не буду говорить стандартов успехов там, или не буду говорить, как стать успешным предпринимателем, потому что, мне кажется, в вашем случае важно говорить о том, как добиться результатов, потому что я по ходу беседы понимаю, что вы человек, который ориентирован на результат, на фундаментальные решения, да, скажем так. И вот пока мы разговаривали, я поняла, что обязательно нужно быть благодарной, то есть признавать тех людей и те обстоятельства, которые помогли. Я так понимаю, обязательно нужно хорошо разбираться в том, что ты делаешь, да, вот в сфере, в которой находишься. Что еще? Leyla xanım, mən bu günləri çox şadam. Çoxdan da mən nə qədər çağırsalar da televiziyalara çıxışdan boyun qaçırırdım. Çünki baxırsan ki, sən getdiyin yolu hər kəsən də ora gedir və işindən olur. Amma mənim dediyim bir şey var ki, əkdiyini biçirsən. Birinci məsələ, əgər işin varsa, işində strategiyanı qur, strukturu qur. Strukturu, strategiyası olmayan işinizi qoyub da, hansı ki sizi lazımsız dəvətlərə gedib, öz işinizi itirməyin. Yüzlərlə tanıyıram belə insanlar ki, özünün işini məhz daha çox özünü tanıtmaq üçün fədakarlığına verib və işi kənarda qalıb. Mən hər zaman deyirəm ki, Lordlar Palatasına baxın, orada 50 yaşından yuxarı deputat çox azdır. Çünki onlara artıq pul lazım deyil. Dövlətinə bir bağlılıq simgəsi kimi orada dururlar və alt palatada 800 nəfər var, üst palatada 1200 nəfər təmsil olunur. Yəni bir dünya varsa, dünyanın parçasıyıq biz. Ağıllı olaraq, məntiq, qaçmaq əvəzinə, fiziki olaraq çəkdiyiniz zəhmətlər əvəzinə ayda bir dəfə özünüzə gözəl bir iş planı qurun. Planlama mütləqdir. Temboli iqtisadi bir nüfuz daşımaq istəyirsən. Mən assosiasiya gəldiyim zaman, hansı ki bilirsiniz, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ölkə prezidentinin tövsiyəsi ilə yaranan, baxmayaraq ki, mənəvi dəstəkçiləri var, İqtisadiyyat Nazirliyi filan, mənim qabağıma qoyulan bəzi hansı ki milli konsepsiyamızda bizim görəcəyimiz işlər var idi. Mən əvvəlcə oturdum, fikirləşdim ki, mənim dünyada neçə dostum var, qadın, maliyyəçi və ya iqtisadçı. Hesab siyaha yazdım, gördüm ki, dünyada İordaniyanın, hətta indi də maliyyə naziridir. Mən baxdım ki, 42 dənə mənim dostum var dünyada. Rusiya, İordaniya, bilirsiniz, Küveyt, Türkiyə, 8 il Türkiyədə işləmişliyim var, il yarım Şvitsariyada mənim müəssisələrim olub və bundan sonra mən qərar verdim ki, bəli, mən ola bilərəm. Niyə? Çünki mənə birinci xarici mexanizmləri bura gətirmək lazım idi. Burada zaten hamı var. O yüzden də mən qərar verdim ki, mən ola bilərəm. Və bu günləri onunla da mən dövlətimlə qürur duyuram ki, İqtisadiyyat Nazirliyi və qadın ordusu və arxamızda durdular 187 və bu elə belə yaranmamışdıq. Biraz da burasına toxunaq. Azərbaycan qadın sahibkarlığı 187-ci yerdə idi. Və məhz siz bu kronikanı da izləsəniz görərsiniz ki, bu günləri biz
artıq 38-ci yerdə qərarlaşırıq qısa bir müddətdə. Bunun üçün bir prioritetləri birləşdirib nəticəyə çevirməkdə bu kiçik bir şey məsələ deyildi dövlətim üçün. Və bunu bizlər yaratıq, biz qadınlar buna getdik. Hal-hazırda biz 42 Şeyx Fatmənin dəstəyi ilə bilirsiniz ki, bu 42 ölkə, ərəb ölkələri içərisində borddayıq, Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası olaraq təmsil edirəm. İslam Palatasında bilirsiniz ki, İslam ölkələrində biz burada varıq. Digər bir məsələni diqqətinizə çatdırım ki, ilk olaraq türk dilli xalqların bayraqları qaldırılanda Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası olaraq 7 ölkənin komitə sədrliyini yürütmüşük. Hal-hazırda Balkan türk dilli dövlətlər olaraq 27 ölkənin AVOL deyən bir təşkilatda vitse-koordinator olaraq, assosiasiya olaraq varıq. Bütün bunlar hamısı mənim deyil. Bu, ümumi sahibkara məxsus olan bir qadın sahibkarlığı assosiasiyanın uğur hekayəsidir ki, mən danışıram. Və bütün bunların hamısında ilk öncə başda duran qadınlarımıza nə məsləhət verərsiniz, mən bunu ictimai, şəxsi biznesində gördüklərini ictimai nüfuza gətirmək istəyirlərsə, ilk öncə ətrafında olan kimlikləri oturub axtarmalıdırlar. İkinci məsələ isə plan, perspektiv və harada olacağımı diqqətə almalıdırlar. Dördüncü, ən böyük problemi isə deyilənləri, bu günləri eşidib sabaha daşıyırsa, heç zaman düşünməsin ki, beynindən nəyisə ata biləcək, elə orada da qalacaq. Mükəmməl olması üçün onlara məsləhət görərdim ki, ətrafındakı insanları onu dişləsələr də, dış etsələr də, o heç vaxt bundan, necə deyim, götürüb özünə bir böyük bir məktəb yaratmasın. Orada qoysun. Çünki danışmadıqca azalır, danışdıqca çoxalır. O yüzden də mən qadınlarımızın sahibkarlıq deyəndə birinci məsələdə ancaq və ancaq özlərinin plan büdcəsini qurmamışdan əvvəl mənim ailəmim var, onu dağıdacam, varımdır, bunu edəcəm ki, məni görsünlər, hırsların kənara qoysunlar. Çünki yırtıcı bir dəyirmandır iqtisadi, hansı ki bir beyin olmaq istəyirsən, güc olmaq istəyirsən, iqtisadi nələrsə yaratmaq istəyirsən, ailələrin unutmasınlar. Mən övladlarımı heç zaman unutmadım, indi onlar mənim dostumdur və mən onlara ancaq və ancaq bir şey deyirəm. Deyirəm ki, vaxtilə mənim övladım idi və indi mənim dostlarımsınız. Və əlbət ki, mənə sual versəniz ki, nədə peşmansınız? Mən peşmanam. Onlardan kəsib ayırdığım hansı ki zamanlar olub, onları qızlarımıza, ailələrimizə onları məsləhət görməzdim. Mütləq və mütləq həmin o zamanlarda ki var, onu ailə ilə bölüşün, ailəyə aid edin. O yüzden də mənim üçün ikisini siz dediniz, üçündə mən dedim, bu 5 əsas xüsusiyyəti, hansı ki strateji planlama, ətrafda networkə işin qurmamışdan əvvəl ətrafımda kim var, o bir əsas planlama odur. Onun arxasınca isə strateji planlamasıdır. Ən arxasında mali resurslarımı və o strategiyanı heç olmasa ayda bir dəfə kiməsə etibar etmədən özüm kontrolümdə saxlaya bilirəmmi? Ayda bir dəfə mən onu necə eləyim ki, muncuq qadın boynuna muncuq düzər və ondan fəxr eləyər. Nənələrimizdə bu var idi. Mənim nənəmin o muncuğu var və mən ona baxıram, amma onu taxmıram. Amma deyirəm ki, nənə, sən verdiyin muncuğu, bəli, mən öz iş planımda, bax, muncuq kimi belə-belə düzməyi öyrətdin və mən də bunu edirəm və ondan sonra isə hər zaman biz zoğalı bilirsiniz. Zoğalın çəyirdəyini çıxardandan sonra mən hər zaman götürürdüm ondan bir isti yorğanın sırımaq üçün bir böyük iğnə var. Onun ucunda qızdırırdım və bunları deşirdim, gözəl bir muncuq hazırlayırdım
Ondan sonra isə məsələn də yaşıl rənginə bənövşəyini qarışdırırdım. Çox gözəl bir bənövşəyi yaşıla alınırdı, rəngləyirdim və kəndə gedəndə hər bir qıza qolbağı bunu hazır eləyib verirdim. Çünki biz şəhərdən gəlmişik deyə bizi qoruyurdular, çıxmayaq, yıxılarıq, nə bilim neyək. Mən də bu vaxtımı belə dəyərləndirirdim və buna görə də mənə elə gəlir ki, hər anı zamanla yarışmalıyıq. Plan, zaman, iş resurslarını birləşdirmək və maliyyə resurslarını risklərini azaltmaq üçün gələcəyə mütləq özümüz üçün ətraf mühitdə gözəl ictimai bir nüfuzunu bərpa etməyi deyərdim mən. Сакина Хам, большое спасибо. Очевидно, что полчаса очень мало. Есть много чего, что сказать, что послушать. Я думаю, что у нас будет еще возможности в различных форматах. Это было очень интересное путешествие от 90-х к сегодняшним дням. Спасибо, и я желаю вам много энергии и всегда фундаментальных результатов. Спасибо, что пришли. Лейла Хам, спасибо. Благодарю. Создали такую передачу и информируете людям о прошлом, о будущем. И я очень буду отчетливо распространять то, которое мы сегодня... Я всегда распространяю то, которое передача вы ведете. А сегодня для меня особый день. Спасибо. Спасибо.